Ne güzel bir gündür bu gün. Çox böyük məmnuniyyətlə, sevinclə bu toyda iştirak edirik. Hər kəs, qohumlar, əzizlər, dostlar, təbii ki, hamıdan çox Xuraman müəllim gözlədiyi bir gündür. Müşfiqin hər vaxt bir uğurun gördükcə dostları, qohumları deyib ki, Allah qoysa toyunda. Bu mənada nə gözəl gündür. Qələbə günüdür, zəfər günüdür. Nə gözəl bir gündür. Mən bu Şadman müəllimin ruhu bu an tam əminik ki, çox məmnundur, xoşbəxtdir, gözəl bir gündür. Təbrik edirəm Xuraman müəllim. Gözünüz aydın olsun. Siz çox dəyərli bir müəllim. Gəncədə də kifayət qədər tanıyırlar. Respublikada da, hər bölgədə də Xuraman müəllim adlı Gəncədə işinin öhdəsindən gələn bacarıqlı, istedadlı, fədakar bir müəllim haqqında bizim regionlarda da, nazirlikdə də, hər yerdə də məlumatımız var. Elçin müəllim, regionun müdürü xaricdədir, ona görə bugün bu tədbirdə iştirak edə bilmir. Biraz öncə danışdıq. Onun da ürəyi, təbrikləri buradadır. Təbrik edirəm. Toy, boy, soy, siz ədəbiyyat müəllimisiniz. Bunların arasında bir oxşarlıq, yaxınlıq var. Soy, boy, nəsildir, nəslin davamıdır. Görünür, toy da buradan bəlkə bəhrələnmiş bir